Deyirlər ki, gələcək nəsillər müəllimlərin çiynində yüksələcək. Ancaq bəzi müəllimlər şagirdləri vasitəsilə sosial şəbəkələrdə baxış sayını yüksəltməyə çalışırlar. Müasir dövrdə texnologiyanın, xüsusilə mobil telefonların nəzarətsiz istifadəsi uşaqların dərsə marağını ciddi şəkildə azaldıb. Hazırda şagirdlərdən çox müəllimlər telefondan nəzarətsiz istifadə edirlər. Əvvəllər müəllimlər şagirdlərə yalnız elmi bilik verməklə kifayətlənmir, mədəni davranışları ilə də nümunə olurdular. Lakin blogerlik həvəsi ilə şagirdlərin videolarını çəkərək valideynlərdən icazəsiz paylaşan və bu üsulla izlənmə əldə etməyə çalışan müəllimlər necə yaxşı örnək ola bilərlər? Son zamanlar sosial şəbəkələrdə bu cür xoşagəlməz halların çoxaldığının şahidi oluruq. Bəs dərsdə telefonu əlindən atmayan, blogerlik arzusu ilə yaşayan müəllimlərlə necə mübarizə aparmalıyıq? Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Şək TV-yə deyib ki, müəllimlərin özlərini şagirdlərin üzərindən reklam etməsi düzgün deyil. Son dövrlər informasiya texnologiyalarının inkişafından sonra və eyni zamanda sosial platformaların çoxluğu artıq bir çox təhsil verənin də həm öz PR-ını aparmaq baxımından, eyni zamanda sosial şəbəkələrin vermiş olduğu imkanlardan faydalanmağa çalışırlar. Əlbəttə, burada xoş hər hansı məlumatların paylaşılması təbii ki, təqdirə layiqdir və bu təqdir olunur. Amma etik qaydalardan kənar və yaxud da valideyninin razılıq olmadan paylaşılan görüntülər təbii ki, doğru yanaşma deyil. Bir müddət öncə Elm və Təhsil Nazirliyi və Təbliğat Agentliyi, Məktəb Müntəsəli Dövlət Agentliyi tərəfindən təhsilçilərin etik davranış qaydaları hazırlanaraq təhsil müəssisələrinə göndərildi və hər bir təhsil müəssisəsində tədris aparan təhsil verən müvafiq olaraq həmin etik davranış qaydalarına riayət etməlidir. Bununla paralel eyni zamanda şagird davranış qaydaları da artıq bu ildən etibarən bütün təhsil müəssisələrində tətbiq olunmağa başlanılıb və orada da xüsusi olaraq qeyd olunur mobil telefondan istifadə məhdudlaşdırılması şagirdlər üçün. Müəllimlərin auditoriya gedişatında hər hansı görüntülərin paylaşılması məsələsi bu məqamda diqqətli olmaları tələb olunur. Ümumiyyətlə, yaxşı olar ki, biz əgər nəsə paylaşırıqsa, mütləq bu maarifləndirici xarakter özündə əks etdirən paylaşım olmalıdır və şagirdlərin üzərindən öz reklamımızı, öz PR-ımızı aparmalı deyilik. Yəni, bu amillər nəzərə alaraq paylaşımlar olunarsa, təbii ki, bu daha məqsədəuyğun olar.